Bir günləri vəli zatlardan birisi, Allah dostlarından birisi bir cinayət səbəbi ilə şallaq çəkilməsi, yəni hədd cəzası icra olunanda xalq yığılıb bu vəli zat da görür ki, hər qırmanc vuranda bunun bədənindən ətrafa qan saçılır, amma bu oğlan qəti şəkildə el dilində çimçinmir. Yəni sərbəst durub nə qışqırmır, nə ağlamır, nə ufuldamır. Cəza hədd tətbiq olduqdan sonra o vəli zat ona yaxınlaşır və deyir ki, sənə ağrımırdı, deyir ağrıyırdı. Deyir, niyə bəs qışqırmırdın? Cəmaatın içərisində sevdiyim qız var idi. Onun yanında özümü zəif göstərmək istəmirdim. O vəli zat özündən gedir və deyir ki, mən bu qədər Allah Taalaya ibadət oxumuşam, əməl etmişəm, amma bu oğlanın öz sevgilisinə etmiş olduğu hörməti mən öz Rəbbimə qarşı eləyə bilməmişəm. Gələcək qəlbivə hüznü və ələm, qəm, çək anı sənə bil aşina xoş. Sənə nə ağrı, qəm gəlsə də onlara mərhabadır, qarşıla. Çünki Allahdan gəlib, özünə də xoş bir. Cəfadən qaçma, namərd olma haqqı. Cəfadən mərdi haqq, bulmuş səfa xoş. İbrahim Haqqı Həzrətlərinin şeiridir. Buyurur ki, eydir haqqı, cəfadan qaçma, namərdlik eləmə. Əsil kişilər, mərd adamlar, yəni evliyalar, Allah Quranda onlar ricalındır, kişilər deyir. Bulmuş səfa xoş. Bu dünyanın sıxıntılarından, dərd-sərlərindən kasıblıq olsun, xalqın tənəsi olsun, xəstəlik olsun və s. bunun kimi şeylərdən onlar səfa tapıblar. Bu, evliyalığın, Allaha müqərrəb olmağın yüksək mərtəbələridir. Əgər bir insan Allah-u Teala'ya bu şəkildə müqərrəb olsa, Allah-u Teala hər daim onun nəzərində tutar və ona hər daim yardım eləyər. O sınaqlardan o üzü ağ çıxar.